Yo Elvin. Cəfər Quliyev. 5-1. Offside. Yok. Her vakit izleyicilerine sağlamlığınız Afganistan'dan geriden izlemeni eşitmişiz yoksa yok çünkü bugünleri Tevfik Bəhrəmoğlu Respublika Stadionunda əsl play-off atmosferini hissedirik. Və bir ilk dəfə play-offa çıxırıq və sənə deyim, ilk dəfə stadiona belə tez gəlib çatmışıq. Yeri gəlmişkən təşkilatçılıq bugün çox yaxşıdır, çox əladır çünki stadiona girməyimizlə yerimizi tutmağın arasında bir 5 dəqiqə, maksimum 5-dən 10 dəqiqəyə qədər əla. Çok vacib oyun bizi gözləyir. Hər şey olan bilər, Newcastle fanatları buradadır, Qarabağ fanatları buradadır, stadion doludur. Anonserdən son izləyiciler, hazır keçəkimi bu atmosfer hiss olunur. Burada bugünləri möhtəşəm oyun izləyəcək. Əsas məsələ odur ki, nəticə bizi qani etsin. Bizi deyərlər, qaliblərin sağ əli Başımıza. 81 nömrə. Vaxt keçdikcə bizi keçmişə qaytaran və həqiqətən də o köhnə zamanlarda möhtəşəm idi, havasını verən tək-tük şeylərdən biri məhz bax bu Çempionlar Liqasının himnidir. Tam səmimi, yəni hansı səslənməsində olmağına baxmayaraq fantastika. Oyun başlayır, biz də başlayırıq. Uğurlar. 5-ci dəfə deyəcəm də, çünki layiqdir, bu uğura layiqdir. Bismillah deməmiş. Anthony Gordon 1-0. Tez buraxdı. Çox. İndi o stadiona və komandanın reaksiyası o vacibdir. Əslində görək komanda da oradan nə reaksiya verir, amma bu ilk dəfə deyil ki, geriyə düşürük. Bir və həmişə dediyimiz məsələ, yəqin ki biz Newcastle oyunda gol buraxmayacağıq adlı bir Yox idi. Ona görə də məncə bunu gözləyirdik, hər şey normal. Və fanatlar oxumağa başladı. Ötürməsi! Montiel! Bir göstərdi ki Montiel ilə Elvin Cəfər Quliyev bilmirəm bu mövsüm nə atıblar. Heç meclərlə dör kimə qarşı oynayırlar. Bu çox vacib bir şey. Çox vacib bir şey. Bir rəqibdən qorxmalar və bu üstünlük. İngiliz komandası bildiğin İngiliz gol vurdu bize. İkinci zərbədən tamamilə başqa səviyyədə uşaqlar. Bu tamamilə başqa səviyyədir. Məqamı ümumiyyətlə ələ düşən fürsəti həll eləmək baxımından da qədər fərqlənir komanda. Çox fərqli, bəli. Çox çünki həm də ikinci zonadan o ara pasları, bir pasa doğrudan 6 oyunçunu geridə qoyub təkbətək oyunçu çıxardılar, 2 dəfə oldu. Həm qolda, birinci qolda, həm də ki ikinciden zərbəsindən öncə də eyni şey baş verdi. 9-cu dəqiqə 2-0. Vallahi billah deyirəm, yaxşı ki Mateusz Kaxalski var. Yegənə bir hal var sevindirəcək. Komanda bu səviyyədə belə oyunlar keçirəndən sonra adətən Qurban Qurbanov da həm məşq prosesində, həm oyun prosesində çox güclü dəyişikliklər eləyir. Biz bunun bir neçə dəfə şahidi olmuşuq. Liverpool və ondan sonra Newcastle belə klublara qarşı oyunlarda fiziki üstünlüyün nə dərəcədə çox olduğu görsənir və mən şəxsən buna sevinirəm ki, çünki Qurban Qurbanovun işini biz görmüşük və əminəm ki, bundan sonra komandada yenə dəyişikliklər baş verəcək və komanda tam fərqli bir oyun göstərməyə başlayacaq. En azından özü də mövsümün əvvəlində bunu bildirmişdi ki, biz hər oyundan bir təcrübə çıxarmağa çalışacağıq ki,
Bu da istər-istəməz mövsüm əsnasında hər oyundan oyuna dəyişirdi və bu vacib, həqiqətən də vacib. Əsas odur ki, yaxşılığa doğru dəyişiklik getsin, qalan hamısı boş şeydir. Hər şey azmış kimi Bəhlul Mustafazadə də zədə səbəbindən meydanı tərk etməli oldu. Müdafiə xəttimiz üçün nə qədər böyük itkidir, bunu məncə izah eləməyin heç bir mənası yoxdur. Əlbəttə çox gözəl başa düşürük. Dani Boltsa onun yerini alacaq. Çox güman ki, Mateus Silva indi mərkəzdə oynayacaq Kevin Mezina ilə bir yerdə. Bəli, hə. Dani Boltsa sağ janah müdafiəçi kimi öz yerini tutacaq. Bu azmış kimi. Yəni bugünləri hər şey baş verməlidir mənə gəlir elə bir ki. Hal-hazırda vardı potensial penaltinin yoxlanışı get. Hakim qayıdır qərarla. Çox güman ki penalti bəli. Penalti. Qarabağ qalxsa penalti təyin olunur. VAR-ın hansı səbəbdən, yəni penaltinin hansı səbəbdən təyin edilməsinə hal-hazırda qrafika olaraq bizə stadionda göstərirlər, maraqlıdır əslində. Ən azından Çempionlar Liqası da başqa səviyyədə. 100%. Ən azından sual yaranmırdı nəyə görə penalti qoyulub. Zərbə. 3-0. Amma yenə də hesaba baxmayaraq oynamaq lazımdır və 100% əlbəttə. bu mərhələdən həzz almaq lazımdır. Yəni. Və bu qədər tamaşaçını ən azı bir qolla burada sevindirmək olar mənim fikrimcə. Yəni burada söz tapılmır əslində. Tam səhv söz tapılmır çünki Artıq deyəndə oyunun əvvəlindən özümüz səhvlər eləməyə başladıq və bu səhvləri Newcastle kimi komandaları bağışlamır. Bilmirəm bu nə ilə bağlıdır. Sözün açığı Qarabağ deməzdim ki, fərdi keyfiyyətlərində o qədər də geridə olan komandadır ki, bir hissə ərzində qapıya bir dənə də zərbə indirməsin, amma bilmirəm nədən, nəyə görə belə oldu. Ya həyəcan, ya oyuncuların fiziki durumu, bəlkə psixoloji durumu bilmirəm. Amma fakt ondadır ki, Qarabağ heç özünə oxşamadı. Yəni biz adətən öyrəşmişik döyüşkən Qarabağı görməyə, topla yaxşı rəftar edən Qarabağı görməyə. Hətta Liverpool ilə 6-0-da bundan daha yaxşı oyun göstərirdi Qarabağ. Bu məsələ odur. Bizə əlbəttə yəni, iş ondadır. Başa düşürdük ki, Liverpool-la oyunda bizim bir o qədər də şansımız yoxdur. Newcastle-la da oyunda şanslarımız o qədər yüksək dəyərləndirilməsə də, amma belə yox. Tam səmimi, belə yox. Və bilməm, indi Qurban bunu öncədən sığortalanmaq üçün deyirdi, yoxsa yox, amma o bildirirdi ki, biz Newcastle-la oyuna hazır deyilik. Hazır olmayacağıq biz oyuna. Bu oyuna və hal-hazırda onun dediklərinin bariz sübutunu biz meydanda görürük. Sənanın güclü stand-upından sonra, bir 5 dəqiqəlik stand-upından sonra ikinci hissəyə qaydırıq və görək ikinci hissədə nə dəyişir və biz heç olmasa play-offda ilk qolumuzu görəcək, yoxsa yox. Hə. Yenə deyirəm, bundan sonra heç bir mənası yoxdur da. Sadəcə olaraq istədiyimiz, gördüyümüz və arzuladığımız futbolu oynamalıyıq. İkinci hissə başladı. Həqiqətən də Cəfər Quliyev da Elvinlə 100%, amma Camilo doğrudan çox yaxşı mübarizə aparır, sona kimi mübarizə aparır və ikinci hissədə
Newcastle qapısı oy Elvin. Elvin! Cəfər Quliyev! 5-1! Offside! Yox! Baxmalıdır uşaqlar, baxmalıdır. Yox uşaqlar, dəxlisi yoxdur. Biz indi buradan çəkiliş paralel olaraq gedir də, yəni. Gol yoxlanılmalıdır. Gol! Birincisi var uşaqlar, Elvin Cəfər Quliyev. Həmin o qolu vurdu. Vurdu. Və Cəfər Quliyev vurdu. Oynamaq lazımdır uşaqlar, elə isə bitmir. Keyf çəkin, nə bilim, həzz alın epizoddan. Amma yəni, oyunu bıraxmaq, 5-0'dan Newcastle-ı dayanmaq lazımdır. Bir gol da çox vacibdir və bu epizodu çox vacib bir məqamda məhz Elvin, məhz Azərbaycanlı futbolçunun bax bu golu vurmağı çox möhtəşəmdir. Bu da bir tarixdir. Yəni Çempionlar Liqasının play-offunda ilk gol və onu Azərbaycanlı futbolçu vurur. Ay, Bədavi! Mansiyer! Yaxşı. Bədavi də oradan tam başqa səviyyə Bədavinin meydana çıxmağı elə bir ki, komandanı biraz sirkələdi. Bir dənə də sevindirici hal odur ki, Qarabağ 5-0'dan sonra sınmadı elə bir ki, çıxdı və oynamağa davam elədi və bu da azarkeşləri coşdurdu. Gol, cəlbə meydançasına yaxınlaşır ötürməsi, bırak! Oy! Çox yaxın idi! Vicario çok yakınıydı. Orada bıraksaydı o topu. Newcastle'a karşı bu arada Kevin Medina zədələnib. Ama ikinci hissəni elə bir ki, uzun ötürmələrlə Camilo Girano stol pozisiyasından istifadə edərək daha kəsərli oynamağa başladıq ki, bu da öz növbəsində vurulan qola və daha yaxşı oyuna gətirib çıxartdı. Amma sənə deyim ki, Qurban Qurbanovun sözləri var idi son səfər oyunundan sonra Azərbaycan çempionatında. Oyunçulardan amma əslində görsənir ki, onlar bərpa olunmayıblar sanki və bizdə daha çox iki oyuna. Mən elə bir ki 4 oyunun fizikasını itirmişəm. Yəni görsənir əslində. Bəzi ekspertlərin dediyi kimi deyil də. Yəni Qurbanov əvvəlcədən ayaq yeri qoymurdu. Doğrudan da olduğunu deyirdi. Belə yoxdur. Yəni rikoşetdən qol buraxdıq, eybi yox. Başımıza gələ biləcək istənilən qol buraxdıq. İstənilən qol buraxdıq. Bax, əslində acınacaqlı məsələ və bəxtsizliyin bu tərəfidir. Bax, budur. Ki hər çıxda zarafatsız hər çıxda qol buraxdıq. İndi oyun 6-1, 6-2, yəni bir o qədər də fərq eləmir, amma bir də məsələ var. Bunu qeyd etməmək olmur da. Bu oyunda əsasən yaxşı performansı göstərən oyuncular yerli futbolçular oldu. Doğrudan da Bədavi əjdaha. Cəfər Quliyev həmişəki kimi stabildir bu sezon. Gözləyməsin, bundan da daha yaxşı sezonlar keçirsin. Amma yəni belə lap belə yanlış şəkildə qeyd eləsək, 6-1'ə baxmayaraq uşaqlar, tam sən bildirəm ki, hesab daha böyük ola bilərdi. Məhz Kaxayskin sayəsində bu hesab daha da artmadı. Belə. Desək ki, oyun bitir. Növbəti oyundan bilmirəm, nəsə gözləməyə dəyər yoxsa yox, amma futboldur, hər şey ola bilər. Bizi sadəcə olaraq inanmaq, dəstək olmaq və Qarabağa bu sezona görə, bu emosiyalara görə təşəkkür etmək lazımdır. Çünki biz bunu hiss eləməmişdik. Çempionlar Liqasında hətta qələbə nədir bilmirdik. Biz onu bu sezon onu bildik və böyük Avropa arenalarına bizə çıxartdılar. Bu il də oradan çox yaxşı idi. Hər nəsə ki, bu mövsümdən nəticə çıxardıb, düzdür, hələ heç də bitməyib, amma yenə də bu mövsümdən bir nəticə çıxardıb, bir təcrübə yığıb. Və mən əminəm ki, çıxarılacaq. 100%. Və bunu növbəti mövsümlərdə istifadə etmək. Əsas məsələ bax budur. Beləliklə, bizim bu buraxılışımız sona yetir. Sizdən mən idim Ali. Və mən Tomi Kadziborgesdə qayıtmayıb belə. Bəli, belə. Sağ olun, özünüzdən və yaxınlarınızdan müğayət olun. Görüşənədək.